Salam Rəşid müəllim, necəsiz? Sağ olun. Aleykümselam. Çok sağ olun. Çok Rəşid hürmetli müəllim, konu. sizə bir neçə sualla müraciət etmək istəyərdim. Buyuruz. Rəşid müəllim, fiziologiya baxımından sağlam həyat tərzi nə deməkdir? Fizyolojiya bakımından sağlam hayat tarzı o demektir. Torpakta ne varsa o insanın bedeninde olmalıdır. Yani torpağın özü sağlam olmalıdır. Suyu sağlam olmalıdır. Onun için müəyyən normativler var. Bütün normativlerin hamısını veren fizyologlardılar. Mesela için kalsiyum ne kadar olmalıdır, kalyum ne kadar olmalıdır torpakta. Eləsi var, birinde kalsiyum çoktur, birinde kalyum azdır. Bak bunların hamısı nizama salınmalıdır. Yani bunu fizyologlar təyin edirlər. Mesela için senin bütün qanın analizlərinin hamısının parametrlərini fizyologlar verir. Mesela için şeker ne kadar olmalı qanda normada, mesela için eritrosit ne kadar olmalı, leykosit ne kadar, trombosit ne kadar vesaire. Ve belgamin analizinin hamısını fizyologlar verir. Ve ondan başka sidiğin analizinin hamısını ve hamısı kalın analiz. Bunların hamısının analizlerinin parametrelerini fizyologlar verirler ve bunlar da normanı təyin ediblər. Orqanizmə nə lazımdır, nə lazım deyil. Müasir gənclər sağlam qalmaq üçün nəyə daha çox diqqət etməlidirlər? Bax, gənclərimizə çox böyük, mənim iradım odur, çoxlu telefonla oynayırlar. Bunun əvəzinə sağlam həyat tərzi keçirsinlər. Onlar daima çalışsınlar, oxusunlar, havada çox olsunlar, şən yaşasınlar, yeməklərinə diqqət yetirsinlər. Onda yodu normada saxlasınlar, inkişafları normal olacaq. Yod organizmin normal yaşamasını təmin edən bir faktor. Bunu bilsinlər onlar. Və gənclərimizə pis əməllərdən, pis adətlərdən, siqaretdən, narkomaniyadan uzaq olsunlar. Onda onlar sağlam yiyip, sağlam yaşasalar ve gözəl də həyat sürəcəklər. Bioloji aktiv qida əlavələri barədə fikriniz necədir? Mütləq lazım. Torpaqda nəsə çatmır. Məsələn, Afrika ölkələrində elə bir sahəsi varsa orada zülal çatmır. Məsəl üçün, zülallı qidalar yemirlər onlar. Yemədiklərsə orada bir xəstəlik var, o əmələ gəlir. Məsələn, bir yerde yod çatışmır, hamısında zob əmələ gəlir. Bir yerde yod çatışmır, əqli cəhətdən inkişafdan qalma əmələ gəlir. Yaddaşsızlıq əmələ gəlir. Bizi kimi yaddaşı yoxdur deyirlər, bizə unutqan xalq deyirlər. Çünki yodumuz çatmır xanım. Bax, bunun hamısını həyata keçirən, bilirsin nədir? Bu qida əlavələrdir. Qida əlavələri ona yönəlib ki, normada nə qədər mikroelement lazımdır, nə qədər mineral duzlar lazımdır, nə qədər zular lazımdır, nə qədər yağ lazımdır, nə qədər karbohidratla. Bunların hamısının fizyoloji əsasını verən fizyologlardır və bu normada olmaz. Bu normada olmasa onda onu düzəldən qida əlavələrdir. O çox önəmli şeydir xanım. Ən çox hansı vitamin, minerallar vacibdir gənclərə? Gənclərə bu saat çatışmayan çox vitamin D3'dür və K2'dir. Ondan başqa nələr məsləhət görərdim gənclərimizə? Onlar ən çox normal zülal qəbul eləsinlər, normal yağ qəbul. Kalsiyumdur, sinkdir. Bunların orqanizm üçün nə dərəcədə əhəmiyyəti böyükdür? Kalsiyum olmasa yaşayış olmaz. Bütün sümüklərimiz kalsiyumdan təşkil olunur. Ondan başqa kalsiyum, şirkət var ha, Otianşif şirkəti var. Kalsiyumun üzərində qurulub. O nədir? Kalsiyum yeganə elementdir ki, o bizim bədənimizdə olan bütün fermentatif proseslərin hamısını aktivləşdirirlər. İnsanın yaşamaq ruhunu qaldırır o kalsiyum. Ona göre kalsiyum çatışmamazlığı çok korkuldu. Qıcolmalar əmələ gələ bilər orqan və s. Ümumiyyətlə kalsiyuma göre bax qida əlavələri də onunla meydana gəldi. Onlar yarattılar. Bax bizi bəzən əvvəllər aldadırdılar, indi aldada bilmirlər. O əriyin sokunda verirdilər, nə bilim mən şaftalının sokunda verirdilər, nə bilim nə də verirdilər, aldadırdılar. Ama indi aldatmak yoktur, demək olar ki kalsiyumsuz yaşamaq olmaz.
Düzgün qidalama orqanizmin fiziologiyasına necə təsir göstərir? Normal adam yaradır. Vəssalam. Düzgün qidalansan, normal doğulmusansan, normal inkişaf edeceksen, boyun normal olacak, inkişafın normal, əqlin normal olacak, əqli cəhətdən inkişaf edeceksen, savadlı olacaksan və kökəlməyəcəksən, arıq da olmayacaqsan. Sağlam qalmaq üçün gündəlik həyatda hansı əsas qaydalar vacibdir? Sağlam qalmaq üçün insan ən birinci, bax, normada 50 yaşdan yuxarı adamlar mütləq kardiomagnil atmalıdır. Kardiomagnil aspirin kardio və yaxud da. Bu insan qanı laxtalanır, bilirsiniz, tez laxtalanır. Çox ölümün səbəbi, bax, qəflət ölümlər var. Getdi, oturdu, öldü. Nə bilim mən bu şeyi qurdalayan ki, oh dedi də ondan öldü. Bunların hamısının səbəbi nədir? Vaxtsız, vaxtından əvvəl ölüm deməkdir. Bunların hamısının qarşısını almaq üçün qanın laxtalanmasının qarşısını alan maddələr. İldə bir dəfə yezəli qoydurmalısan özünə və yaxud da sən mütləq kardiomagnil içməlisən sən. Yəni bu aspirin içsən, aspirin mədəni zədələyə bilir. Aspirin yarasa əmələ, xorasa əmələ gələ bilər. Çünki aspirin mədəni selli qışasını aşındırır və zədələyir. Kardiomagnil, o maqnezium qatıblar və mədənin qoruyucudur. Mədəni zədələmir. Ondan içmək lazımdır. İnsanlar sağlam həyat tərzi keçirməlidir. Yəni, havada çox olmalıdırlar. Yaxşı yeməlidirlər, yaxşı içməlidirlər, emosiyası müsbət olmalıdır. İnsanlar pessimist olmalıdır, bədgümən olmalıdır həyatından, gələcəyindən. Onda insanlar həyata baxışı və yaşaması çoxalır. Axırıncı sualla sizə müraciət edirəm, Rəşid müəllim. Fiziologiya elmi sağlam həyat tərzinə necə istiqamət verir? Fizyologiya bütün parametrləri təyin edən fizyologlardır. Amma mən sizə deyim, qızım, hələ Sovet dövründə margarin yağının qəbul olunmasına icazə vermirdi. Fizyolog Kasitski vardı, böyük alim idi, mənim dostum idi. O icazə vermirdi. Sovet dövründə yağ çatışmırdı. Deyirdilər, nə yağı, nə bilim, kərə yağzat hamısını pis çıxardırlar. Nə bilim, kolesterin də öldürəcəksən, yalan deyirlər. Çünki yoxdur, çatmırdı. Bax, ona məcbur edirdilər ki, o margarini insanlar yesinlər. Bax, onların ateroskleroz əmələ gətirən maddə var. Onlar çox qorxuludur. İnsanları vaxtından əvvəl qocaldır, damarları daraldır və qanın laxtalanmasını tezləşdirir. Bunlar olmaz. Ona görə də fizyologlar daima bütün bədəndə olan maddələri dəqiq bilirlər, onların normativlərini dəqiq bilirlər. O normativə əsasən də onun nə qədər və necə, harda, nə qədər yeməsini qəbul eləməsi lazım bilirlər. Onda da insan sağlam olacaqdır. Əqli cəhətdən də sağlam, ruhi cəhətdən də sağlam, inkişaf cəhətdən, boy-buxun cəhətdən, hər tərəfdən sağlam olacaq. Rəşid müəllim, bir müəllim kimi, bir qohumum kimi mənə dəyərli vaxtınızı ayırdığınız üçün, diqqət yetirdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirəm. Nərgiz xanım, mən səni çox istəyirəm. Allah sizi qorusun, həddindən artıq xətrimi istəyirəm. Siz gözəl insansınız və mənim də borcum sizə də xidmət eləməkdir. Bir daha təşəkkür edirəm. Sağ ol, mən də təşəkkür edirəm sizə. Sağ ol.